Bu videoda 2025'i özətləyəcəm və mənim üçün necə bir il oldu, nələr öyrəndim, nələr qazandım. Bunlar haqqında bugün danışmaq istəyirəm sizə. Ümumilikdə onu deyim ki, 2025-ci il həyatımda top 3-də olan illərdən biridir. Yəni həm maraq olaraq, həm qazandırdığı şeylər olaraq ən sevdiyim illərdən biri oldu. Yəni o ilə baxanda təkcə nə qədər çox xoşbəxt olduğunuz deyil, onun sizə nə qazandırdığı, hətta çətin il belə olsa, çox çətinlik yaşasaz belə, yəni o çətinliklər əgər çox olursa həmin ildə, məncə o ildə seviləcək illərdən olmalıdır. Çünki əgər siz həqiqətən öyrənən birisinizsə və həyatda nəsə əldə etməyə çalışan birisinizsə, o il sizin üçün dəyərli olmalıdır deyə düşünürəm ki, mənim üçün də dəyərli oldu. 2025-ci ildə çox şey yaşadım. Başladığı dönəmdən bəri planlar qurmuşdum. Mən çalışıram ki, hər il həm özət, yəni öncəki ilin özətini, həm də növbəti il üçün olan planları qurum və 2024-ün sonunda 2025-ci il üçün planlar qurduğumda, geri baxdığımda görə bilirəm ki, bir çox şeyi reallaşdırmışam və bunun üçün özümə ilk öncəliklə təşəkkür edirəm. Daha sonra ətrafımdakı insanlara, mənə yardımcı olan şəxslərə, müəllimlərimə, mentorlarıma, kömək olan hər bir dostuma, tanışıma təşəkkür edirəm. Yəni tək mümkün deyil, təbii ki. İstənilən bir şey, yəni başdan sona ancaq özünüz eləyəcək deyə bir şey yoxdur. Kömək alma bacarığınız olmalıdır, kömək istəmə bacarığınız olmalıdır. Yəni hər şeyi siz eləyəcəksiniz deyə bir şey yoxdur. Amma genəlliklə, yəni ümumilikdə götürdükdə bir çox şey təbii ki özünüz edirsiniz. Yəni ən azından bu məndə belə olub. Və 2025 başladığı dönəmdən bəri öz üzünü göstərməyə başladı. Yəni mən planlarımı artıq qurmuşdum və planlar üçün hərəkətə keçməyin vaxtı artıq başlamışdı həmin dönəmdən. Mən xırda demək istəmirəm nə planlar var idi, hansı şeyləri planlaşdırmışdım, hansılar reallaşdı, hansılar yox. Amma ümumi olaraq üstünə keçmək istədiyim məqamlardan biri təhsildir təbii ki. Düzdür, əslində təhsil mənim çoxdan arzuladığım, yəni ən az bir 2-3 il bundan qabaq beynimə qoyduğum bir fikir idi. Amma 2025-ə başladığımda dəqiq konkret olaraq hansı addımlar atmalıyam, nələri etməliyəm deyə düşündüm və hal-hazırda bu dəqiqə İngiltərədəyəm. 2025-ci ildə daha çox insan tanımaqdansa öz üzərimə fokuslandım açıqcası. Yəni 2024-cü illə müqayisə etdiyimdə görə bilirəm ki, öncəki illərdə daha çox insanla əməkdaşlıq etməyə, daha çox insanla işləməyə, insanların əhatəsində olmağa çalışarkən 2025-ci ildə bu planlarla da əlaqəlidir təbii ki, daha çox özümə, öz işimə, həkliyimə fokuslandım ki, axırda da bir faydası oldu mənim üçün. Yəni insan bəzən tək qalmalıdır, yəni özünə bir təcrübə qazanmaq istəyirsə, müəyyən şeyləri əldə etmək istəyirsə, müəyyən çətin dönəmlər də olsa, yalnızlıq yaxşıdır deyə düşünürəm. Təhsil həyatımla bağlı, yəni xaricdə təhsil almağı qərarlaşdırsam da, ötə yandan işləmək, iş təcrübəsi toplamaq üçün müəyyən intervyulara hazırlaşırdım, təcrübə proqramlarına müraciət edirdim, hətta iş intervyularına belə gedirdim. Bir çoxuna namizədliyimi irəli sürsəm də, onlardan bir neçəsi alındı. Yekun olaraq bir neçə yerdə təcrübə keçməyimə baxmayaraq davam eləmədim, çünki artıq çatdıra bilmirdim. O da mənə bir şey öyrətdi ki, əgər bir şey fokuslanırsınızsa, bu bir şey kitabında da var, hətta buraları bir yerə qeyd eləyərəm. Yəni müəyyən bir işə fokuslanırsınızsa, o işi axıra qədər görməyə çalışın, daha sonra növbəti işə keçin. Eyni anda bir neçə işi idarə etmək həm çətindir, həm effektivliyi azalır. Bunu araşdırma olaraq da qeyd eləyiblər. 2025-ci ildə həm xaricə hazırlaşırdım, yəni həm sənədlər baxımından, həm intervyular baxımından, dövlət proqramından başqa təqaüd proqramlar da var idi. Onlarla da əlləşirdim, vuruşurdum. Ötə yandan şansımı itirməmək üçün Azərbaycanda da magistratura təhsili üçün hazırlaşırdım. Daha sonra təcrübə proqramı oldu məndə. Bir təcrübə proqramına 4 ay davamlı olaraq getdim. Həmin dönəmdə pul qazanmaq da mənim bir həvəsimdə idi. Bilmirəm, yəni bu qədər şeyi eyni anda görmək, həqiqətən də oturub düşünürəm, görürəm ki, çox yanlışlar eləmişəm. Bəli, başqa bir şirkətdə təcrübə proqramına, daha doğrusu
iş idi. İşə girdim və 2 həftə sonra həm özüm, həm şirkət, yəni elə oldu ki, 2 həftə getdim və gördüm ki, mənlik deyil. Daha sonra ortaq qərar ilə mən davam etməmək qərarını aldım. Yaxşı ki də almışam, çünki o 2 həftəlik dönəm mənim həyatımda həmin dönəm üçün, yəni ora kimi mən ən çöküşdə idim. Nə mənada çöküşdə idim? Yəni hər şey üst-üstə gəlmişdi. Dediyim kimi o təhsil həyatı, o təcrübə proqramları, scholarshiplərə müraciətlər, başqa bir yerdə təcrübədə idim, paralel olaraq gedirdim. Yəni bu düşünün ki, sizin nə qədər zamanınızı alır, nə qədər enerjinizi alır, oradan çıxırsınız, ora gedirsiniz, oradan çıxırsınız, ora gedirsiniz, yorğunluq, həm də mən ingilis dilindən imtahana hazırlaşırdım. Yəni bunlar hamısı sizi çox yorur. Pulu nəzərə almıram. Yəni sizin enerjinizlə zamanınız düzgün şəkildə idarə edilmədikdə sizi çox aşağı salır və həmin dönəm, o 2 həftəlik dönəm mənim ən çöküşdə olduğum dönəm idi. Yəni son 3 ildə deyə bilərəm. Yəni universitetə daxil olduğumdan bəri, bakalavr dönəmindən bəri ən çöküşdə olduğum dönəm həmin o 2025-ci ilin 2 həftəlik dönəmi idi. Hansı ki 4 dənə, 5 dənə işi bir yerdə görməyə çalışırdım. Yəni bu mənə 2025-ci ildə ən çox lazımlı olan şey oldu ki, yəni öyrədilən bir şey oldu ki, bir işə fokuslanmaq lazımdır. Tutaq ki, magistratura təhsili xaricdədirsə, siz ona fokuslanmalısınız əsas. Başqa işləri demək olar kənara qoymalısınız. Yəni mən həmin dönəm həm işləmək istəyirdim, həm pul qazanmaq istəyirdim, bilmirəm, yəni bu hardan gəlmişsə bu qədər həvəs. Əslində əvvəldən var idi, amma o dönəm bir kilidlənmişdi və mən davamlı olaraq təcrübə proqramlarına, iş intervyularına müraciətlər edirdim. Və mən 2 həftədən sonra, işdən çıxdıqdan sonra oturdum, düşündüm, taşındım, türklər demişkən. O olur ki, siz çökürsüz, o ən dibi görmək deyirlər də. İndi bu müxtəlif mövzularda ola bilər. Məndə indi təhsil həyatında, iş həyatında oldu. Və mən o dibi gördüm. Dibi gördükdən sonra artıq mənim üçün, yəni bütün çətinlikləri görmüşdüm. Nəyi necə eləmək lazım olduğunu artıq yaşayaraq öyrənmişdim. Artıq mən bir qərar almalıydım ki, mən bundan sonra nə edəcəm? Və qərar aldım ki, xaricdə təhsil üçün mənim neçə ayım var, neçə günüm var. Mən başladım, yəni buna fokus olaraq çalışmağa. Və digər işlərimdə sadəcə, yəni ikinci planda əsas işim, əsas vəzifəm, belə deyək, xaricdən magistratura təhsili üçün əlimdən gələni eləmək idi. Zaten məndə yəni işlər yolunda getməmişdi həmin dönəm. Bu əslində başqa bir videonun mövzusudur. Buradan da kartlardan birinə əlavə eləyəcəm, girib baxa bilərsiniz. Yəni məndə nə çətinliklər olub, necə olub ki, mən son gün gəlib müraciət eləmişəm, necə qazanmışam. Yəni bu bütün prosedur ayrıca bir mövzudur. Onu ayrıca bir videoda qeyd etmişəm zaten. Oradan girib baxa bilərsiniz. 2025, bəli, bu xaricdə təhsillə bağlı işlər yekunlaşdıqdan sonra, yəni yay aylarında artıq başladım mən özüm üçün biraz istirahət, biraz da yenidən o pul qazanmaq, işləmək arzusu içimdə idi və bu iki dənə fərqli şeyi birləşdirərək onlayn şəkildə bir ingilis dil dərslərinə başladım və 2 aylıq dönəmə əhatə etdi təxminən. Bu da yaxşı bir təcrübə oldu mənim üçün. Əslində müəllim kimi deməyək, daha çox öyrədici müəllim kimi deyək. Öyrədici müəllim kimi bir fəaliyyətim olub, proqramlaşdırma və riyaziyyat barəsində. Amma ingilis dilində heç olmamışdı və bunu da bir, yəni həmin dönəm bir maraq idi, elədim. Bilmirəm gələcəkdə buna davam edərəm ya yox. Amma bu da mənim üçün yaxşı bir təcrübə oldu təbii ki. Yəni işləmək, pul qazanmaq yaxşı şeylərdir. İnsana çox şey öyrədir. Yəni real həyat əslində bundan ibarətdir. 95% hallarda. Yəni siz işləyirsiniz, pul qazanırsınız, pulu idarə etməyi öyrənirsiniz. 2 aylıq dönəmin sonunda və mənim artıq son günlərimdir Azərbaycanda. Yəni mən artıq xaricə getməliyəm. Son sənətçi işləri, bilet almaq işi, hazırlaşmaq. Bunlar olduqdan sonra mən xarici ölkəyə gəldikdə, İngiltərəyə gəldikdə burada da yəni ayrıca şeyləri təcrübə eləməyə başladım. İstər yalnızlıqda yalnızlığın sənə qazandırdığı yaxşı şeylər, daha çox yaxşı şeylər mənə görə. Təbii ki, bunun pis tərəfləri də var. Yəni yalnızsan, təksən, özləm duyğun artır, darıxırsan, müəyyən şeyləri tək başına eləməlisən. Yəni bəzi çətin dönəmlər olur ki, hansı ki Azərbaycanda olsan bu əslində bir
yarım saatlıq işlə həll olması idi, amma burada uzun müddət çəkir, çünki özün eləməlisən hər bir şeyi. Belə yəni yalnızlığın daha çox məncə mənə xeyri oldu. Yəni 75-80% deyə bilərəm ki, yalnızlıq mənə yaxşı təsir elədi. 20% mənfi tərəfə qoya bilərik. Və yalnızlıq haqqında da başqa bir videoda əslində qeyd eləmişəm. Onu da buralara bir yerə yerləşdirirəm. Ki insan yalnız qalanda öz fikirləri, öz duyğuları, öz düşüncələri olur və inanın mənə insanın özünü ən yaxşı şəkildə dərk eləməsi elə onun yalnız qalmasıdır. Yalnız dediyim, yəni bu tam şəkildə hər şeydən izolyasiya olunmuş yox. Yəni daha çox məsələn məndə biraz situasiya fərqlidir. Həm ailəmdən uzaq qalmışam, həm yaxınlarımdan uzaq qalmışam, həm dostlarımdan. Və plusda Azərbaycanlı demək olar yoxdur. Bir-iki dənə dostumu çıxmaq şərti ilə onlarla da həftədə bir neçə dəfə görüşürük. Amma yəni başqa bir situasiyalarda yalnız qalmağa təcrübə eləmək olar. Yəni siz Azərbaycanda qalaraq da yalnız qala bilərsiniz. Nə bilim, tək evə çıxa bilərsiniz və yaxud da xüsusi bir yerə gedə bilərsiniz, rayonlara gedə bilərsiniz, tək qala bilərsiniz. Yəni sizin düşüncələrinizin, sizin fikirlərinizin olduğu bir ortam və sizə heç kim qarışmamalıdır. Sözün həqiqi mənasında sizə heç kim qarışmamalıdır. Siz təcrübə eləməlisiniz, səhv də olsa, yanlış da olsa. Yəni tutaq ki, bir şey istəyirsiniz və onun üçün planlar qurmağa başlayırsınız. Hansının düz, hansının səhv olduğunu bilmirsiniz. Heç kim sizə heç də demir. Sadəcə bir-bir yoxlayırsınız. Hansı daha yaxşıdırsa, o üçünü yoxladıqdan sonra atıram. Üçünü yoxladıqdan sonra özünüz görəcəksiniz ki, hansı sizin üçün ən yaxşı variantdır, hansı sizin üçün ən pis variantdır. Yəni bu variantları yoxlayıb dərk eləmək, sözün həqiqi mənasında təcrübə eləmək məncə insanı inkişaf elətdirməyin ən yaxşı yoludur. Ona görə düşünürəm ki, insan müəyyən müddətli də olsa yalnız qalmalıdır, tək qalmalıdır, təkliyi təcrübə eləməlidir. Bəli, 2025-ci il məndə bunları özündə ehtiva eləyir. Əslində çox xırda detallar var, amma detallara getmək istəmirəm. Amma ümumi olaraq mənim üçün təhsil həyatı oldu, təkliyi təcrübə eləmək oldu. Zamanı düzgün idarə etməyi öyrətdi mənə, bir işə fokuslanmağın nə qədər vacib olduğunu öyrətdi mənə, səbr eləməyin nə dərəcədə gözəl bir şey olduğunu öyrətdi mənə, öz işinizə fokuslanmağı, öz işinizlə məşğul olmağı, sizin əhatənizdə insan olsa da, olmasa da nə qədər önəmli olduğunu, yəni davamlılığın nə qədər vacib olduğunu bir daha mənə öyrətdi. Bunun üçün 2025-ci ilə təşəkkür edirəm. Ümid edirəm ki, hər biriniz bu videoya baxanlar da 2026-cı il üçün öz planlarını artıq qurmuşdur və 2026-cı il hər birimiz üçün düşərli olar, uğurlu olar. Videoya baxdığınız üçün təşəkkürlər. Gələn videolarda görüşərik.